2018-ci il aprelin 18-də Daxili İşlər Nazirliyindən məlumat verilib ki, ayın 17-sində Quba şəhərinin Qırmızı Sloboda qəsəbəsində yerləşən Yahudi qəbristanlığında qəsəbə sakini əvvəllər məhkum olunmuş Mişi Migirov 87 yaşlı bebisinə ağır dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə rayon mərkəzi xəstəxanasına yerləşdirilən qadın orada vəfat edib. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış keçirilməsi haqqında 18 aprel 2018-ci il tarixli protokoldan görünüb ki, hadisə yeri Quba rayonu Qırmızı Sloboda qəsəbəsi ərazisində yerləşən qəbristanlıqdır. Yaşlı qadının bel nahiyəsindən aşağı tam çılpaq, hərəkətsiz vəziyyətdə, arxası üstə uzandığı yerin sağ tərəfində 2 ədəd telefon, qara rəngli başmaq, paltarlar, ayaqlarının yanında isə cib dəsmalı aşkar edilib. Baxışda iştirak edən polis serjantı Firuz Heydərov qadını aşkar edərkən, onun üzərində orta yaşlı, yarı çılpaq vəziyyətdə, sərxoş halda bir kişinin də olduğunu bildirib. Quba rayon polis şöbəsi məsul növbətçisinin raportuna əsasən gecə saat 01:55-də xəstəxanadan Şuşan Sumxayevanın aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyinə görə Şuşan Sumxayevanın ölümünə küt travma nəticəsində beyin toxumasına qansızma səbəb olub. Hadisə yerinə əlavə baxış zamanı məzarın aşağı yan hissəsindən və otluğun üzərindən qana bənzər ləkələrin və tüklərin nümunələri götürülüb. Rayon mərkəzi xəstəxanasından daxil olan məktubdan görünüb ki, Qırmızı Sloboda qəsəbəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü Mişi Migirov konsultativ Poliklinika şöbəsinin narkoloji kabinetində opium narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin arayışına əsasən Mişi Migirov Moskva şəhəri İzmailov rayon məhkəməsinin 29 mart 2007-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2017-ci il iyulun 15-də Səbal rayonu ərazisində şəxsi münasibətlərin pozulması zəminində Əli Nağıyev Nail Abdulrəhmanovun ürək nahiyəsinə bıçaqla zərbələr vuraraq hadisə yerindən qaçıb. Kliniki tibbi mərkəzə çatdırılan zərər çəkmiş, orada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə qanunsuz yolla Gürcüstan Respublikasına keçib. Qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1985-ci il təvəllüdlü Əli Nağıyevin cinayət işi. İstintaqla müəyyən edilib ki, Mişi Migirov orta ağır dərəcəli sərxoşluq vəziyyətində BBC 1931-ci il təvəllüdlü Şuşan Sumxayeva ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə aprelin 17-si saat 21 radələrində fərdi qaydada taksi sürücüsü işləyən Ramin Babayevin idarə etdiyi Deyvo markalı avtomobillə qadını qohumlarının məzarını ziyarət etmək adı ilə Yahudi qəbristanlığına aparıb. Sürücüyə 10 dəqiqəyə gələcəklərini deyərək BBC ilə qəbristanlığa daxil olub. Mərhum qardaşı Raxamin Migirovun məzarı yanında müqavimət göstərməyə imkanına malik olmayan yaşlı bibisinə müstəsna dərəcədə rəhimsizliklə yumruqla dəfələrlə zərbələr endirib. Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib, sonuncunu yarı çılpaq vəziyyətə gətirərək zorla qeyri-təbii yolla cinsi əlaqədə olub. Sonra sərxoşluğu səbəbindən qadının üzərinə yıxılaraq yuxuya gedib. 40 dəqiqədən artıq geri qayıtmadıqlarına görə narahat olub. Qəbristanlığın qarşısında gözləyən taksi sürücüsü bu barədə Quba rayon polis şöbəsinin ərazidə xidmət aparan və həmin yerdən avtomaşınla keçən
Post Patrul Xidməti taborunun polis nəfərləri Firuz Heydərova və İlham Orucova məlumat verib. Birlikdə qəbristanlığa daxil olarkən Şuşan Sumxayevanın yerdə yarıçılpaq vəziyyətdə uzandığını, Mişi Migirovun isə onun üzərində olduğunu görüblər. Sonuncunu Sumxayevanın üstündən qaldıraraq patrul avtomobilinə aparıblar. Qadın rayon mərkəzi xəstəxanasına çatdırılıb və bir neçə saatdan sonra orada vəfat edib. Bununla da Mişi Migirov xüsusi amansızlıqla, zorlama və seksual xarakterli zorakılıq hərəkətlərlə əlaqədar zərər çəkmişi qəsdən həyatdan məhrum edib. 2019-cu il mayın 3-də Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət mərkəzində ağır cinayət törədilib. 39 yaşlı Seymur Abdullayev qeyri-rəsmi arvadının işlədiyi mağazaya gələrək qısqanclıq zəminində insanların gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb. Nəticədə ağır yaralanan qadın 11 gündən sonra xəstəxanada vəfat edib. Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinən Hacıqabul rayon sakini Seymur Abdullayevin cinayət işi. İş üzrə dindirilmiş Mişi Migirov bildirib ki, yaşlı anası, mərhum qardaşının həyat yoldaşı və onun 2 övladı ilə birlikdə yaşayır. Özü heç vaxt ailəli olmayıb və himayəsində uşağı yoxdur. Yetkinlik yaşına çatdıqdan sonra 2006-cı ilə kimi Moskva şəhərində geyim paltarlarının satışı ilə məşğul olub. Orada olduğu müddətdə narkotik vasitələrdən istifadə edib. 2006-cı ildə Ulyanovsk şəhərində şəxsi mübahisə zəminində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və 2016-cı ildə həbsdən çıxan kimi Azərbaycan Respublikasına deportasiya olunub. Heç yerdə işləməyib, spirtli içki aludəçisi olduğundan sərxoş vəziyyətdə dəfələrlə törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb edilib. İçkili vəziyyətdə olanda etdiyi hərəkətləri yadında qalmayıb. Mərhum Şuşan Sumxayeva onun doğma bibisi olub. Qadın onların qaldığı evdən 2 küçə aşağıda tək yaşayıb. Bibisinin övladı olmayıb. O öz təqaüdü və qəsəbə sakinlərinin köməkliyi ilə dolanıb. 2018-ci il aprelin 17-si saat 18 radələrində evdə araq içib küçəyə çıxıb və taksi sürücüsü Ramin Babayevdən onu Yahudi qəbristanlığına aparmağını xahiş edib. Qırmızı Slabada qəsəbəsində yerləşən parkın qarşısından keçərkən çayxanada oturmuş dostu Eldar Avadiyayevi görüb taksini saxlatıb və maşından düşüb onu səsləyib. Dostuna qardaşının qəbrini ziyarət etməyə getdiyini deyərək onunla birlikdə gəlməsini xahiş edib. Eldar razılaşıb və onlar avtomobilə oturub qəbristanlığa yollanıblar. Yol üstü düşüb marketdən bir şüşə araq alıb. O maşından düşüb qəbristanlığa daxil olub. Sürücü ilə dostu onu avtomobildə gözləyiblər. Qəbir üstündə tək başına 250 qramlıq arağı içib. 15 dəqiqədən sonra qəbristanlıqdan çıxıb və sürücü ilə bibisinin evinə gedib. Ora çatanda qadına onu qəbristanlığa aparmağa gəldiyini bildirib. Birlikdə evdən çıxıb Raminin maşınına əyləşiblər. Qəbristanlıqda avtomobildən enərkən sürücüyə 5-10 dəqiqəyə ziyarətdən gələcəklərini söyləyib. Qardaşının məzarı qarşısında oturub. Bibisi onun yanında dayanıb. Spirtli içkinin təsirindən artıq sərxoş vəziyyətdə olub. Sanki bir müddət özündə olmayıb. Ayılanda polis əməkdaşları başının üstündə dayanıb. Bibisini çılpaq, hərəkətsiz vəziyyətdə yerdə uzandığını, üst və alt paltarlarının ətrafa səpələndiyini görüb. Üzündə çoxlu xəsarətlər olub. Nə baş verdiyini anlamayıb. Polis əməkdaşları hadisə yerinə baxış keçirib, foto şəkillər çəkiblər. Bibisini təcili tibbi yardım maşını ilə xəstəxanaya, onu isə polis şöbəsinə aparıblar. Şöbədə olanda bibisinin öldüyünü bilib. Qadına necə xəsarət yetirməsini və soyundurmasını xatırlaya bilməyib. Qəbristanlıqda olduğu müddətdə orada kənar insanlar olmayıb. Qəbristanlığa gedərkən üzərində 2 ədəd telefon, bibisinin əynində isə tünd rəngli paltar, başında yaylıq, boynunda zəncirvari formalı qızıl səp,
Qulağında qızıl sırğalar olub. Yaşlı olduğundan o sərbəst gəzə bilmir. 2017-ci il iyulun 15-də Səbail rayonu ərazisində şəxsi münasibətlərin pozulması zəminində Əli Nağıyev Nail Abdulrəhmanovun ürək nahiyəsinə bıçaqla zərbələr vuraraq hadisə yerindən qaçıb. Kliniki tibbi mərkəzə çatdırılan zərər çəkmiş, orada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə qanunsuz yolla Gürcüstan Respublikasına keçib. Qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1985-ci il təvəllüdlü Əli Nağıyevin cinayət işi. Şahid Ramin Babayev bildirib ki, Mişi Migirovu və qonşusu Şuşan Sumxayevanı yaşadığı Qırmızı Slabada qəsəbəsinin sakinləri kimi tanıyır. Aprelin 17-sində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili ilə tanışını 2 dəfə qəbristanlığa aparıb. 3-cü dəfə onun xahişi ilə bibisini evindən götürüblər və yenidən qardaşının məzarını ziyarət etmək üçün ora yollanıblar. 10 dəqiqənin əvəzinə təxminən 40 dəqiqə gözlədikdən sonra hava artıq qaralmağa başlayıb. Onların qayıtmadığını görüb bir neçə dəfə Mişini uca səslə çağırıb. Mobil telefonuna zəng edib, lakin tanışı cavab verməyib. Qaranlıq olduğu üçün qəbristanlığa tək girməyə qorxub və bu səbəbdən Cəlal adlı tanış polis əməkdaşına zəng edib bu barədə danışıb. 5-10 dəqiqədən sonra polis əməkdaşları xidməti maşınla, arxalarınca isə Cəlal Məmmədov öz avtomobili ilə onun olduğu yerə gəliblər. Polis əməkdaşları ilə birlikdə qəbristanlığa daxil olublar və bir qədər irəlidə qəbrin yanında Mişini və bibisini aşkar ediblər. Tanışı ayağa qalxaraq qaçmaq istəyib, amma polislər qolundan tutub onu patrul avtomobilinə əyləşdiriblər. Şahid qismində dindirilmiş Quba rayon polis şöbəsi post patrul xidmətinin polis nəfəri İlham Orucov ifadəsində göstərib ki, təqsirləndirilən şəxsi ilk dəfə Yahudi qəbristanlığında görüb. Aprelin 17-si saat 21:45-də iş yoldaşı Firuz Heydərovla xidmətdə olub. Avtomobillə Quba-Qusar yolunun 1-ci kilometrliyində yerləşən Yahudi qəbristanlığının qarşısından keçəndə tanımadıqları şəxs əli ilə işarə edərək onları saxlatıb. Ramin adlı taksi sürücüsü qəbristanlığa bir yaşlı qadını və orta yaşlı kişini gətirdiyini, onların 1 saatdan artıqdır ki, içəridə olduqlarını və bundan şübhələndiyini bildirib. Qəbristanlığa arxalarınca tək getməyə qorxduğunu deyib. Bu zaman yanlarına şəxsi maşını ilə keçmiş polis əməkdaşı Cəlal Məmmədov da gəlib. Qəbristanlığa daxil olub 100 metr irəlilədikdən sonra qarşılarındakı qəbrin yanında qadının yerdə, Mişi Migirovun isə üzərində yarıçılpaq uzanıqlı vəziyyətdə olduqlarını görüblər. Ətrafda qadının paltarlarını aşkar ediblər. Bu barədə növbəti hissəyə məlumat verərək əməliyyat qrupunun göndərilməsini bildiriblər. Qadının üstündə yatmış şəxsi qaldırarkən sonuncu sanki ayılaraq təşvişə düşüb və ondan nə istədiklərini soruşub. Qolundan tutub patrul avtomobilinə əyləşdirmək istəyərkən onlara müqavimət göstərib. Güclə də olsa onu maşının saxlama yerinə əyləşdiriblər. Qadın xırıldayıb, sifətində xəsarət izləri olub. Zərər çəkmişi təcili tibbi yardım maşını xəstəxanaya aparıb. Saxlanılan şəxs polis şöbəsinə gətirilib. 2019-cu il mayın 3-də Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət mərkəzində ağır cinayət törədilib. 39 yaşlı Seymur Abdullayev qeyri-rəsmi arvadının işlədiyi mağazaya gələrək qısqanclıq zəminində insanların gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb. Nəticədə ağır yaralanan qadın 11 gündən sonra xəstəxanada vəfat edib. Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinən Hacıqabul rayon sakini Seymur Abdullayevin cinayət işi. Şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Elvin Mustafayev bildirib ki, aprelin 17-sində daxil olan məlumat əsasında
şöbənin müstəntiqi, sahə rəisi, növbətçi sürücüsü və bir neçə polis əməkdaşı ilə birlikdə hadisə yerinə gediblər. Qəbrin yanında yaşlı qadının yerdə yarıçılpaq vəziyyətdə arxası üstə uzandığını görüblər. Müstəntiq hadisə yerinə baxış keçirib, qadının və ətrafın fotoşəkillərini çəkib. Post patrul xidməti əməkdaşlarının söylədiklərinə görə, onlar qəbristanlığa daxil olduqda həmin qadının üzərində Mişi Migirovu yarıçılpaq vəziyyətdə sərxoş halda yatdığını görüblər. Həmin şəxs onlara müqavimət göstərib, qaçmağa cəhd edib və başını maşına çırparaq özünə xəsarət yetirib. Şöbədə onun ilkin izahatını müstəntiq alıb. Şahid qismində dindirilmiş sahə müvəkkili Muxtar Əliyev ifadəsində göstərib ki, təqsirləndirilən və zərər çəkmiş şəxsləri qəsəbə sakinləri kimi tanıyıb. Mişi Migirov spirtli içkilərə meyilli olub. Bir dəfə mağazanın şüşəsini sındırdığına görə barəsində inzibati iş açılaraq məhkəməyə göndərilib və müvafiq qərarla o 200 manat məbləğində cərimə olunub. Növbəti dəfə törətdiyi hansısa əmələ görə 10 sutka inzibati həbs alıb. Onunla profilaktiki söhbətlər aparıb, bir işlə məşğul olmasını tövsiyə edib. Həmin axşam məlumatla əlaqədar digər polis əməkdaşları ilə birlikdə qəbristanlıqda məzarın yanında Migirovu və bibisini aşkar ediblər. Hadisə yerində ona qarşı heç bir zorakılıq göstərilməyib. Onu çılpaq vəziyyətdə bibisinin yanına uzadıb, heç kəs şəklini çəkməyib. 2017-ci il iyulun 15-də Səbal rayonu ərazisində şəxsi münasibətlərin pozulması zəminində Əli Nağıyev Nail Abdulrəhmanovun ürək nahiyəsinə bıçaqla zərbələr vuraraq hadisə yerindən qaçıb. Kliniki tibbi mərkəzə çatdırılan zərər çəkmiş orada dünyasını dəyişib. Cinayəti törədən şəxs isə qanunsuz yolla Gürcüstan Respublikasına keçib. Qəsdən adam öldürmə ittihamı ilə təqsirli bilinən 1985-ci il təvəllüdlü Əli Nağıyevin cinayət işi. Şahid qismində dindirilmiş Çingiz İskəndərov ifadəsində göstərib ki, o məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi Quba rayon şöbəsinin ekspertidir. Baxılan iş üzrə aprelin 18-də saxlanılan və zərər çəkmiş şəxslərin ekspertizalarını keçirib. Müayinə zamanı Migirovda sol qaşın üzərində əzilmiş yara, boynunda, kürəyində, belində və dizlərində sıyrıqlar olması müəyyən edilib. Şuşan Sumxayevanın bədəni üzərində çoxsaylı xəsarətlər aşkar olunub. Xəsarətlərin hamısı küt əşyanın təsirindən törənib. Kompleks ambulator, məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyinə əsasən Mişi Migirovun törətdiyi cinayəti xatırlamaması adi alkoqol sərxoşluğu nəticəsində yaranmış amneziya ilə əlaqədardır. O hərəkətlərinin faktiki xarakterini dərk etməyə iqtidarında olub və buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında Mişi Migirov özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, ona verilmiş ittihamlar qərəzlidir. Sifarişi Moskva şəhərində yaşayan Yahudi oliqarxları verib. Məlum olduğu kimi 2016-cı ildə həbsdən çıxan kimi Azərbaycana deportasiya olunub. Hesab edir ki, Rusiyada qətlə yetirdiyi Yahudinin varlı qohumları ondan qisas almaq məqsədi ilə bu hadisəni yaratıblar. Hadisə günü bibisini qəbristanlığa aparmamışdan əvvəl 2 dəfə özü ora qardaşının qəbir üstünə gedib. Hər dəfə Yahudi adəti ilə özü ilə alıb gətirdiyi arağı stəkana süzüb içib. Bibisinin dalınca getdikdə həmin stəkan içində araqla məzarın üstündə qalıb. Düşünür ki, spirtli içkiyə düşmənləri neysə qatıblar. Çünki bibisi ilə də qəbristanlığa gəldikdə stəkana yenə araq süzüb içdikdən sonra özündən gedib. Bunların hamısı onu sübut edir ki, qadına xəsarətləri başqa adam yetirib. Qadının zorlanması barədə
məhkəmə tibbi ekspertizasının reyi saxtadır. Təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə prokurorluqda verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu üçün Migirovun əvvəlki ifadəsi prosesdə elan olunub. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İbrahim Ağamov ifadəsində göstərib ki, o Quba rayon vəkil bürosunun vəkilidir. Rayon prokurorluğunun qərarı ilə mərhumun hüquqi varisi təyin edilib. Belə ki, zərərçəkmiş tənha qadın olub, verilmiş ittihamı müdafiə edir. Məhkəmənin gedişatında xəbərlər yayılıb ki, təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı istintaq təcridxanasında özünü asmağa cəhd edib. Lakin nəzarətçilərin müdaxiləsi nəticəsində o müalicə müəssisəsinə yerləşdirilib və həyatı xilas olunub. Prosesin yekununda çıxış edən dövlət ittihamçısı Migirovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə toplanmış bütün sübutlara və obyektiv hallara qiymət verərək nəticəyə gəlib ki, İbtidai Araşdırma Orqanı Mişi Migirovun əməllərini Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.6-cı başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmə, 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, 149.2.4-cü zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə törədildikdə və 150.2.4-cü seksual xarakterli zorakılıq hərəkətləri zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla törədildikdə maddələri ilə düzgün tövsif edib. Ona həmin maddələrlə cəza təyin edilməlidir. 2019-cu il mayın 24-də məhkəmənin hökmü ilə Mişi Migirov Cinayət Məcəlləsinin 120, 149 və 150-ci maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 2019-cu il mayın 3-də Sumqayıt şəhərində fəaliyyət göstərən ticarət mərkəzində ağır cinayət törədilib. 39 yaşlı Seymur Abdullayev qeyri-rəsmi arvadının işlədiyi mağazaya gələrək qısqanclıq zəminində insanların gözü qarşısında ona çoxsaylı bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb. Nəticədə ağır yaralanan qadın 11 gündən sonra xəstəxanada vəfat edib. Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə təqsirli bilinən Hacıqabul rayon sakini Seymur Abdullayevin cinayət işi.